Mehman bəy, mən Mehriban Əliyevanın ən yaxın adamlarından əlaqə saxladım və mənə dedilər ki, bunu Kürdlər, bəylər yayımlatdırıbdır. Vurublar, əlindən hər şeyi alıblar və Əliyev ailəsinə də xəbər eləyiblər ki, bunu siz birinci videoda mən yayınladım dedim, burada, mənim izləyicilərim bilir bunu. Və dedilər ki, Leylanın da, Arzunun da, Heydərin də kasetləri gələcək. Yəni elə birinci buradan başlayaq. Daha nələr olacaq? Nə gözləyirsiniz? Artıq sən böyük bir səhvə yol verdin və dedin ki, ola bilsin ki, Leyla Əliyevanın və İlham Əliyevin ətrafından daha bir neçə kaset gəlsin. Yəni sizə də gələ bilər, mənə də gələ bilər. Gəlsin söhbəti ucu olmayacaq bizdən. Bizə artıq hər şey gəlib. Ona görə gəlsin söhbəti qaldı. Keçən ildə mən mənbəni deyə bilməyəcəm. Mənə bunları kim ötürüb, necə ötürüb, o maraqlı deyil. Bəylərdirsə canı sağ olsun. Əsas odur ki, İlham Əliyevə biz dərsimizi keçək. Odur ki, bizim əlimizdə çox şeylər var və efirdən istifadə edib demək istəyirəm ki, kim ki bugünkü araşdırmanı görməyibsə, keçir Mehman Hüseynovun kanalına və orada var. Möhtəşəmdir və bu növbəti həftə daha dəyişək. Getdikcə Dibazolu daha da şey eləyəcək. Buyur. Sən təsəvvür edirsənmi? Instagramda Alyona Əliyeva məni bloka atıb. Kim? Dövlət Təhlükəsizlik Nazirliyi. Rəsmi səhifəsi. Deməli, DTK ilə Alyona götürüb mənim profilimi tapıb, sancağı və onları bloka atıb. Siz indi təsəvvür edirsiniz ki, bu gişdallahlar ölkə kimlərin əlindədir? Siz bu xiyalları dərk edə bilirsinizmi? O boyda DTK, bu gedib, ay nə bilim, Arayiki tutub, ay nə bilim, kimi tutub, ay nə bilim, terrorçuları tutur, Mehman şeyini güdür. İzləyicilərinizə xahiş edirəm, bu kişi canını qoyubdur, əzizlərini qoyub təhlükəyə, eləcə də mən başqaları. Xahiş edirəm sizlərdən, bəyənməni çoxaldın. Bəyənməni də vururlar, baxış sayında vururlar. Ölüm təhdidləri bu arada çox alırsınız. Ölüm təhdidləri əsas məsələ Ölüm təhdidləri var və İlham Əliyev mənim barədə və digərlərinin, sən də varsan o siyahda, çoxları var o siyahda. Qərar verib ki, başda Mehman Hüseynov gəlir. Vermə, əlinə nələr gəldi, daha nələr var, ucundan qulağından verdi bile. Ucundan deyim də, deməli biz çəkdiyimiz, indi sizə gör nə deyirəm, bu ekskluziv. Düzmü, dəyərli həmvətənəm, mənim aldığım məlumat düzüymüş. Bu villanı çəkmişik, amma ən dəhşətlisi bilsən nədir? Bu villanın içindən belə, onun içindən belə fotolar və videolar var. Bəylər Eyübov Tumancaq orada hansı balığı tuturdu? Bəylər Eyübov Azərbaycan xəritəsi olan hovuza tış eləyib, tüpürü, kəfləmə atıb. Bu sistemin əxlaqsızlığı, mənəviyyətsizliyi, bu sistemin oğraş olduğunu təsdiq edir. Siz təsəvvür edin, necə adam xiyar olmalıdır ki, Azərbaycan xəritəsi formasında hovuz tiksin və cəhənnəmi özü çinməyi cəhənnəm. Bunu da versin Ukraynalı bir vətəndaşa. Yəni bundan sonra Alyona Qonçarın atası, Aleksandr Qonçar, o Azərbaycan xəritəsi olan hovuzda çiməcək, işləyəcək, tüpürəcək. Deyəcək ki, bu da belədir də. İçərdən başqa nələr var? Biraz da açıqla, biraz da açıl Mehman, açıl. Qoy sizə bir şəkildə göstərim. Mehman açıl Mehman, açıl, susam açıl. Yüngülvari bir şəkil göstərim, yüngülvari. Yüngülvari başa düşəsən özün. Mən İlham Əliyevi diz üstünə çöktürəcəm. Başa üstündə qız neynir orada? İlham Əliyevi diz üstünə çöktürəcəyik. Artıq bunu bacarmışıq. Təsəvvür elə qabil. Hər gün İlham Əliyev öz otağında gizli müşavirə keçir. Bilirsən necə səhərlər açılır? Bax, bütün nazirliklərdə səhər belə açılır. Bugün Mehman nə paylaşacaq? Axşam Qabil efirdə nə deyəcək? Bunlar bütün işləri atıb, cəmaat işsiz qalıb, cəmaat maaşsız qalıb, cəmaat sosial müavinət ala bilmir, cəmaat çörək tapa bilmir. O boyda dövlət iki nəfərin şeyini güdür ki, ay görəm bu Qabil neynəyəcək, Mehman neynəyəcək. Sonra dünən gördün neynədilər. Deməli biz 10 gündür Alyona Əliyeva yazırıq. Bu xiyarlar götürüb qızın adını dəyişiblər, Alyona qoyublar. Alyona Əliyeva. Bunlar xiyardır, bunlar gicli, dəlidir. Sonra neynəyiblər? Dünən biz bax göstədirəm də mən. İlham Əliyev görün necə biclik eləyib. Dünən Alyona Əliyevanın belə şəklini paylaşıblar. Qardaş Əlildir. Gördüyünüz kimi Alyona Əliyeva qardaşı qucaqlayıb. İndi bu bizə sırıyır ki, Alyona Əliyeva Əlil gənclərin kafesinə getdi, onlarla kofe hazırladı. Bax belə bir şəkil, bu da xəbər. Bu indi İlham Əliyev güya ki insanların beyninə yeritmək istəyir ki, bəs Alyona Əliyeva əvvəllər də belə kişilərlə qucaqlaşanda dost saçına qucaqlaşıb. Tutam ki İlham Əliyev, başa düşdük, bu dost saçına qucaqlaşıb. Yaxşı, ay İlham Əliyev, bəs sənin gəlinin viski ilə bunun qucağından ağa erir. Bu nədir?
Hə. Hara qədər davam eləyəcəksiniz? Dibinə kimi. Dibinə Dibinə kimi. kimi. Mehman sona qədər gedəcək. Əlimizdə kifayət qədər material var, faktlar var. Alyonadan düşüb kimə minəcəksiniz? Onu bilmək istəyirik biz. Alyonadan düşüb kimə minəcəyik növbəti seriallarda. DTX rəisi Əli Nağıyevə verilən ən böyük rüşvəti göstərəcəm sizə. Bunu mən çəkmişəm, faktlar məndə var. Dəhşətdir, bu dəhşətdir. Qarabağda belə Alyonanın atasına böyük obyektlər veriblər. Adı Bu bəylərin dəhşətdir. onlarının hər şeyini veriblər, ay qardaş. Buna bəylərin ətrafı necə dözəcək? Qardaş, buna xalq necə dözəcək? Bax, Qarabağa da sizə bir adama Dədə Baba torpağı verilməyibdir. Doğru. Amma Qarabağda Alyonanın atasına otellər, villalar, fermalar. Bizim Qarabağı alan, İlham Əliyev almayıb onu. Qarabağ alan bizim qəhrəman qazilərimizdir, şəhidlərimizdir. Onların ruhu qarşısında baş əyirəm, qazilərə can sağlığı arzulayıram. Amma görün bu oğraş İlham Əliyev Qarabağı azad edən qazilərə 80 manat pul verir. 80 manat heç işıq pulu, semitika pulu deyil. Alyonanın dədəsinə, Odessada klublarda böyüyən qıza milyardlar verir. Və indi Qarabağda bizim qazilərimiz icazə alıb Qarabağa gedir. Bizim şəhid ailələrimiz Qarabağa getmək üçün icazə alır. Amma ora icazəsiz gedən Aleksandr Qonçarlardır, Aksana Qonçarlardır, Alyona Qonçarlardır, Ukrayna yad vətəndaşlar. Bax, bu Əli Nağıyevin. Bu Əli Nağıyevin və onun donuza oxşayan bir muavini var. Ceyhun Şadlinski. Konkret donuza oxşur da. Bu 2 nəfər, 2 gədə. Mənim yatağıma kamera qoyanda, yerləşdirəndə, mən də evdə yox idim da, girdim çəkilişləri falan. Bunlar mənim yatağıma kamera qoyanda, mənim şeyimi çəkəndə, mən də çıxırdım Şüvalana gedirdim, Mərdəkana gedirdim, Novxanıya gedirdim. Mən də dronları qaldırırdım və çəkirdim. Mənim dronumun bir xüsusiyyəti var idi ki, o xüsusi dronuydu. Əli Nağıyev və İlham Əliyev öz evlərini ümumi sadə dronlar üçün nəzərdə tutulmuş siqnal verirdi. Yəni, ucuz vari bir dronu qaldırırsan, o dərhal düşür. Amma məndə xüsusi profesional dronuydu. Hansı ki, heç bir siqnal onu tuta bilmirdi. Heç kim ondan xəbəri yox idi. Göndərirdim, çəkirdim. Məndə Vilayət Eyvazovunda villaları var, çəkmişəm. Novxanıda Əli Nağıyevin də var. İlham Əliyevin özünün Bilgəhdəki villası var. İlham Əliyevin Bodrumdakı villası var. Hər şey var. Bunları sadəcə indi kino şəklinə qoyub yayırıq.